Bismillah. Kur'anın nazil olduğu ay Ramazan. Allahın izni ilə bugünkü mövzumuzun adı belədir. Oruc ac qalmaqdan ibarət deyil. Elə oruç tutmayın ki, sizə qalan ancaq aclıq və susuzluq olsun. Oruc bir ay təkcə ac qalma hadisəsi deyil. Orucu ancaq bu yönü ilə əlaqələndirmək çox yanlış olar. Oruc insanın iradəsini gücləndirən, pis adətlərdən təmizləyən, çirkin davranışlardan uzaqlaşdıran və bunları yaxşıları ilə əvəz edən əxlaq təlimidir. Yer üzərinə ayaq basmışların ən şərəflisi, Allahın sonuncu elçisi, sonuncu nəbisi Muhammed Mustafa sallallahu aleyhi və səlləm buyurub, kim yalan danışmaqdan əl çəkməsə, Allah onun yeyib içməsini tərk etməsinə əhəmiyyət verməz. Bu hədisdə orucun məqsədi tam olaraq açıqlanıb. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm başqa hədisində bunu biraz daha aydın şəkildə bəyan edib. Buyurub ki, elə oruç tutanlar var ki, onlara tutduqları orucdan ancaq aclıq və susuzluq qalır. Çox gecə ibadəti edənlər var ki, onlara da bundan sadəcə yuxusuzluq qalır. Belələri halal olan davranışlardan oruç tutduqları üçün uzaqlaşmalarına baxmayaraq, əsas uzaq durmaları lazım olan haramlardan əl çəkmədikləri üçün ibadətlərdən gözlədiklərini əldə edə bilməyəcəklər. Allah qorusun. Orucun əsas məqsədi insanı pis vərdişlərdən uzaqlaşdırmaq, əxlaq və fəzilət sahibi olmasını, Allaha qarşı davamiyyətli həya sahibi olmasını təmin etməkdir. Oruc İslamın 5 əsasından biridir. Oruc Allahın əmri olduğu üçün, Allah rızası üçün tutulmalıdır. Başqa səbəb və niyyətlərlə yox. Oruc ac qalmaqdan ibarət deyil. Subhanaka Allahumma və bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.